Hər kəsə salam. Adjektiv və adverb mövzularına aid bir neçə suala baxaq. To be işlənib 16-cı sualda. Vozdan sonra təbii ki, zərf işlənə bilməz. C və Y variantlarını silirik. Manager qəzəbli idi. Yəni mənə isim yox, sifət lazımdır. A və D variantlarını saxlayırıq. İkinci tərəfdə verildən sonra adi dərəcə gəlməlidir. Baxıram ki, həm A-da, həm D-də adi gəlib. Amma spoke var, yəni feildir, normal bir feildir, bağlayıcı feil deyil. Ona görə sifət yox, mənə zərf lazımdır. Cavab olur A variantı. 17-ci sual. Verildən sonra adi dərəcə gəlməlidir. Y getdi. Sonra uçmaq feili hündürlük, yəni faktiki yüksəkliyi tələb eləyir. Biz onu highly ilə işlədə bilmirik. Bilirik ki, high sözü həm sifət, həm zərfdir. Burada normal, rahat şəkildə faktiki yüksəkliyi olduğuna görə high ilə işlədə bilirik. C və B qalır. Keçirik ikinci tərəfə. Biz sifətin önündə iki şey işlənər. Highly və yaxud nearly. Təbii ki, dərəcə zərflərimiz də işlənə bilər, amma qəti şəkildə faktiki yüksəkliyi olan high işlənə bilməz. Yüksək səviyyə çox, yəni həyəcanlı idi. Təbii ki, cavabım B variantı. Keçirik 18-ci suala. 18-ci sualda respected sözün qarşısında, ümumiyyətlə sifət və ya zərfin qarşısında biz hay işlədə bilmərik. Hay təklikdə işlənir. Yəni, hansı sifət və ya zərfin önündə qəti şəkildə işlənməz. Onun əvəzinə hay işlənir yüksək səviyyədə, yəni çox mənasında. Yüksək səviyyədə hörmət olunan alim, yəni çox hörmət olunan alim. B ilə D qalır əlimdə. Keçirəm ikinci tərəfə. Where-dən sonra adi dərəcə gəlir. Biz də bilirik ki, highly idi, nearly idi, hardly idi. Bunların yəni adi və müqayisə üstünlük dərəcələri yoxdur deyə B variantını silib, təbii ki, D variantı götürürük. O danışır özü haqqında çox yüksəkdən, yəni uca səslə mənasında. Bu qədər.